Salam, Qolmaz deyil Tədris Mərkəzi. Bu gün 25 yanvar 2026-cı ildə keçirilən 11-ci siniflər üçün OTK sınağının riyaziyyat suallarının izahını verəcəyəm. Keçək suallara. Deməli, 31-ci sualda bizə deyir ki, 31-ci sualı 1, 2, 3, yazıram 1, 2, 3, belə bir sıra verib. 1, 2, 3, 4, 6, 9, bir də 9. Sırasının moda və medianının həmdəsi ortasını deyir tapın. Əvvəla bunun moda və medianını tapmaq üçün ədədlər artan sırayla düzülməlidir. Şərtdə bizə artan sırayla verib həmin sıranı. İndi moda nədir? Bax, yazıram moda. Moda ən çox təkrar edən ədəddir. Ən çox təkrar burada nə edir? Bax, 9'lar iştirak edir. O da moda 9'dur. Sonra median. Median yenə ədədlər artan sırayla yazılır. Ən ortada duran ədəddir. Baxıram, 3'ünü buradan ayırdım, 3'ünü də buradan ayırdım. Ortada duran ədəd hansıdır? 4'dür. Həndəsi ortandır. Həndəsi orta o deməkdir ki, 50-ci dərəcədən kökün altında A vurulsun, məsələn B. Vır C vurulsun, hara kimi gəlsin bu? Bax, N-ə kimi gəlsin. Yəni, bunu daha səliqəli yazar. Əgər N dənə ədəd varsa, bu 50-ci dərəcədə onların sayı yazılır. A vur B vur C, bunların hasılı hara kimi N-ə qədər gəlir. İndi hasil ədədlərimiz var, 9 və 4. Bunların sayı 2 ədəddir. Onca 2-ci dərəcədən kökün altından 9 vuraq 4. Həndəsi ortada belə tapılır. 9 vurulsun 4. 4 9'um 36 edir. 36'dan nə çıxacaq? Kök 6 çıxacaq. Deməli, birinci sual doğru cavab nə oldu? C variantı oldu. Keçək 32-ci sualımıza. Misal nömrə 32. ABCD paralelogramın təpə nöqtələrin koordinatları. Əvvəla ABCD paralelogramını çəkək. Bura olsun bir A, bura olsun bir B, bura olsun bir C, bura olsun bir D. ABCD paralelogramın təpə nöqtələrin koordinatları A nöqtəsi 2 mənfi 2'dir. Yazıram 2 mənfi 2. B nöqtəsi mənfi 4 6. Yazıram mənfi 4 bir dənə 6. C nöqtəsi mənfi 1 3. Yazıram bura mənfi 1 3. D nöqtəsi AB verib bizə. Aha. Olarsa A plus B cəmin sonunda bizə nə edir? Soruşur. A plus B bərabərdir sualı. Bu paralelogramı mən diagonallarını çəkeyim. Bax, fikir verin. Bu tipli suallarda belə həll olunur. Diagonalları çəkirəm. Diagonallar bir nöqtədə kəsilir və kəsişmə nöqtəsində nə olur? Hər iki yarıya bölünür. Deməli, bu 10 nöqtəsi diagonalların kəsişmə nöqtəsidir. Yəni ki, DB diagonalı ilə AC diagonalı nə edir? Orta nöqtəsidir. Orta nöqtəsidir. İndi A'nın koordinatları nə verib? 2 mənfi 2. Bir də nə verib bizə? C'nin koordinatlarını verib də. C'nin koordinatlarını neçə verib? Mənfi 1, bir də 3 verib. İndi bunun orta nöqtəsinin koordinatlarını tapmaq üçün tutaq ki, O orta nöqtəsi yazmış burada. O bərabərdir 2 üstəyənsi mənfi 1. 2 üstəyənsi mənfi 1 bölünsün neçə? 2. Sonra mənfi 2 üzərinə gəlsin 3 bölünsün 2. Yəni ki, uc nöqtələri toplayıb yarıya bölürəm. Bu olur orta nöqtəmiz. İndi O bərabərdir 2 çıx 1 edir 1. 2'yə böləndə neçə edir? 0,5. Mənfi 2 üstə 3. Üstdən 2 çıxdıq 1. 2'yə böləndə yenə 0,5. Deməli, O nöqtəsinin koordinatları 0,5'ə 0,5'dir. İndi D ilə B-ni yazaq. D nöqtəsinin koordinatları nədir? AB. Bir də B nöqtəsinin koordinatları mənfi 4'ə 6. Fikir verin bura. Bu orta nöqtədirsə, həm AC-nin orta nöqtəsidir, DB ilə AC-nin orta nöqtəsi oldu. Deməli, bunların da koordinatlarını tapsam, uyğun koordinatlar bir-birinə nədir? Qiymətləri bərabərdir. İndi bunu da O nöqtəsi yenə orta nöqtəsinin koordinatları. Bax, burada O'nu tapmışam, yenə də O'nu. Hər ikisinin orta nöqtəsidir. Yazıram A üstə gəlinsin mənfidir. Yəni ki, A çıx 4 olur. Bölünsün 2. Bir də B üstə gəlinsin 6. Bölünsə var 2 var. Bax, bu da orta nöqtədir. Bu da orta nöqtədir. Bunlar bir-birinə nədir? Bir-birinə bərabərdir. Yəni ki, A çıx 4 bölünsün 2. Bax, yazıram A çıx 4 bölünsün 2. Nəyə bərabər olmalıdır? Bax, 0,5'ə. Yazıram 0,5. B plus 6 bölünsün 2 bərabər nə olmalıdır? Bax, bu 0,5'ə bərabər olmalıdır. Tənasüb kimi vuruşuq. A çıx 4 nə olar?
A çox 4 bölü 2-nin 0,5 oranında müsbət 1'dir. A eləyəcək 5. B plus 6 bərabər 2-nin 0,1 eləyir. B-də neçə oldu? 1-dən 6 çıxıram, -5. İndi mənə nə edir? Tap deyir A plus B cəmini tap. 5 üstələnisi -5 bərabər nə olar? 0 olar. 32-ci o sual oldu. D variantı. Burada yazaq D variantı. Keçək növbəti suala, 33-cü suala. ABC üçbucağında B-də tənbülən. Əvvəla verilən üçbucağı çəkək. Yazaq. Verilənləri A, B, burada oldu bir C. ABC üçbucağında B-də nədir? B-də tənbüləndir. Yazıram burada B, D. B-də tənbüləndirsə nə edəcək? Bax, bucaqları yarı bölməlidir. DJ AB-yə paraleldir. Hə, buradan D-dən AB-yə paralel bir düz xətt çəkib. Burada bir Y verib. D ilə nə paraleldir bir-birinə? A-Y bir-birinə paraleldir. AB bir-birinə paraleldir. İndi BY-ni nə verib bizə? BY verib 3. Yazıram bura 3. YS-ni neçə verib? YS-ni verib 6. Bizə nə soruşur? AB tərəfin uzunluğu. Burada bir X deyərəm. Bura alifadırsa, bura alifadırsa. 2 düz xəttdir. Kəsəndə nə eləmişəm? Kəsmişəm. Onda burada alfa olar da. Bura alfadırsa, burada alfadır. İndi bura X-dırsa, deməli bura X-dırsa, biz nə səhv elədik burada? Bura alfa olmur. Bura alfadırsa, bunun çarpazı. Fikir verin bura. Bu bütöv bucaqdakı burada. Bura alfadırsa, onda burada alfadır. Bərabər yanlı üçbucaq. Bura ilə bura nə olacaq? Bərabər olacaq. Bura 3-dürsə, onda bura da 3-dür. Gəlin bu üçü buradan yazaq. Daha aydın görsənsin. Aha. İndi bununla bu bir-birinə paralel olduğuna görə, DY ilə AB bir-birinə paralel olduğuna görə 6-nın 6 plus 3-ə nisbəti, yazıram 6-nın 6 plus 3-ə nisbəti, faiz teoreminə görə bərabərdir 3-ün nəyə nisbəti? 3-ün X-a nisbəti. Yəni ki, oxşarlıq var da artıq burada. İndi 6 bölünsün 9 bərabərdir 3 bölünsün X. İndi 3 ilə 6-nı X elədim. Burada qalır 2, burada qalır 1. 2X bərabərdir tənasübdən 9-a. X də bərabərdir 4,5-ə. Deməli, bu X neçə oldu? 4,5. 33 də oldu neçə? A variantı. Keçək. Yazaq bura A variantı. Keçək 34-cü sualımıza. 2 sinus kvadrat X bölünsün 2 bərabərdir 1. Tənliyini həll edin. Deməli, bu tənliyi necə həll edək? Dərəcəni aşağı salmaq ilə. Yazıram 2 vurulsun. Yazıram. Sinus kvadrat X bölü 2 nə deməkdir? 1 minus kosinus X bölünsün 2. Bərabərdir 1. Trigonometriyada bu düstur bizə məlumdur. 2'lər nə oldu burada? İqtisacidir. Nə qalır yerdə? Deməli, burada nə qalacaq? 1 minus kosinus X bərabərdir olur 1. Kosinus X 0'dırsa yazıram kosinus X bərabərdir. 1'dən 1 çıxaram 0. X nəyə bərabərdir? Kosinus 0'da harda alır? Kosinus 0'da pi bölü 2'də alır. Plus pi k'lar üzərinə gəlir. Pi bölü 2 üstə pi k harda var? Pi bölü 2 üstə pi k doğru cavab 34A variantında. Keçək növbəti suala. 35-ci suala. Verilənləri əvvəla yazaq. ABC düzbucaqlı üçbucaq verib. Çəkək düzbucaqlı üçbucağı. Buranı verib A, buranı verib 1C, buranı verib 1B. Sonra C'dən M-ə düz xətt çəkib. ABC düzbucaqlı üçbucağında. Burada düzbucaqdır. Bu heç bu məlumdur. ACB 90'dır. Daha səliqəli yazaq buradan. Bura bizim düzbucağımız. Sonra ACB 90, onu verib şərtdə. Bucaq B 40 dərəcə. Baxın bura 40 dərəcədir. Sonra CM median olarsa. CM mediandırsa, bax, bura ilə bura AB'də AM ilə MB bir-birinə bərabər olur. Daha sonra düz bucaq təpəsində çəkilən median nəyə bərabərdir? Həmin hipotenuzun yarısıdır da. Bura X olsa, burada X olur. O zaman burada X olur. Möhtəşəm üçlü deyirlər buna. AMC-ni tapın. AMC. Bax, bu alfa bucağın bizdən soruşur. Bax, onda burada bir-birinə bərabər oldu axı. Bərabər yanlı üçbucaqdır. CM B üçbucağı.
Oturacağına bitişik bucaqlar nədir? Bərabərdir. Bura 40-dırsa, onda burada 40 olmalıdır. Və üçbucağın iki daxili bucağının cəmi nəyə bərabər olmalıdır? Üçüncü xarici bucağına bərabər olmalıdır. Deməli, doğru cavab neçədir? 40-dan 40-ın cəmi 80 eləməliydi. Doğru cavab da 35-də oldu C variantı. Keçək 36-cı suala. Deməli, y bərabərdir. Kökün altında 3 plus 1 üstündə x. Funksiyasının qrafiki ola bilər. Hansı qrafik? Y bərabərdir a üstündə x funksiyasından gedir. Əyərləri, burada a'ya baxıram indi. A bərabərdir kök altında 3 plus 1'dir. Kökdə 3'dən təqribən 1 tam nə qədər çıxır? 1 ilə toplayanda yenə 1-dən böyük olur da. Yəni ki, a'nın 1-dən böyük halında, bir də a 0-1 halında baxırıq. A'nın 1-dən böyük halında da bizim qrafikimiz necə ola bilər? Bura y olsun, bura x. Bax, a'nın 1-dən böyük halında da qrafik bu formada olacaq. Burada hansı qrafik uyğun gəlir? B variantı. 36 oldu neçə? B variantı. Yəni ki, sırf qaydaya əsaslanan bir sualdır. Keçək növbəti suala. 37-ci sualımızı. Deyir, x kiçikdir 1 olduqda kökün altında x kvadrat minus x minus 1. Üstə gəlinsin, kökün altında x kvadrat minus 4x plus 4. Nə deyir bizə? İfadəsini sadələşdir. Bu da şablon suallardan biridir. Yazırıq kökün altında x kvadrat minus x minus 1. Üstə gəlinsin, kökün altında x kvadrat 4x plus 4 nəyin asılışıdır? X minus 2'nin kvadratının asılışıdır. Bütöv kökü də bağlayaq, yenə bərabərdir. Kökün altında x kvadrat minus x minus 1. Üzərinə gəlinsin. Cüt dərəcədən nə çıxmalıydı? Modul çıxmalıydı. Yazıram modul x minus 2. Bərabərdir. Yenə bunu yazaq x kvadrat minus x minus 1. İndi x 1-dən kiçikdirsə, 1-dən kiçik hər hansı mənfi 5 qoydum bura. Mənfi 5-dən 2 çıxanda mənfidir. Deməli, bu modul daxili ifadə nə olmalıdır? Mənfi. Mənfi olduğuna görə onları nə edə bilərəm? Yerini dəyişə bilərəm. Plus 2 minus x kimi, bax, bunu yazdım. Sadəcə bunların yerini dəyişdim, moduldan azad elədim. O da bərabərdir. Yazıram yenə kökün altında x kvadrat təkdir, yazım x kvadrat. Mənfi x, mənfi x. Mənfi 2x var. Mənfi 1 üstə 2, müsbət 1 var. Bu da müxtəsər vurma üstünə görə x minus 1'in kvadratıdır. Bütöv bu ifadə. O da bərabərdir. Yenə modul x minus 1 çıxır. İndi baxaq, modul daxili ifadə müsbətdir, yoxsa mənfi. Hardan baxırıq? X kiçikdir 1 şərtində baxırıq da buna. Çünki şərtdə elə verib. Birdən yenə kiçik ədəd götürəndə, məsələn, mənfi 6 götürəndə çıx 1 yenə mənfidir. Modul daxili ifadə mənfi olduğuna görə bunu mənfi ilə vursam, yəni ki, tərsin əksini çıxarsam 1 minus x çıxar moduldan. Ya sadəcə nə edirik burada? Yerlərini dəyişirik. 37 olar neçə? 37 olar A variantı. Keçək nəyə? 38-ci sualımıza. A bərabərdir verib 2'nin kvadratı. Vurulsun 3, vurulsun 5'in kvadratı. B nəyə bərabərdir? B bərabərdir 2 vuraq 3'ün kvadratı. Olarsa əkob AB-ni deyir tap. Əkob yazıram AB. Əkob AB özü bərabərdir. Bilirik ki, bu tipli ifadələr olanda, burada topluda da bu tipli testlər var. Əkobu tapmaq üçün hər ikisində ən çox olanı götürürük. 2 var, 2 üstü 2 var. Ən çox nədir? 2'nin kvadratı var. Vurulsun. 3 var, 3'ün kvadratı var. 3'ün kvadratını götürərəm, vurulsun. Bir də çatışmayan nədir? 5'in kvadratı. Mütləqdə bunu əlavə eləmək lazımdır. 5'in kvadratı 25'dir, 2'nin kvadratı 4'dir. 25'i 4'ə vuranda 100, 3'ün kvadratı 9, 9'u da 100'ə vuranda neçə edər? 900 edər. 38 oldu neçə? C variantı. Keçək növbəti suala. 39-cu suala. 9 minus x bölünsün x minus 3. Böyükdür, bərabərdir 0. Bərabərsini ödəyən tam ədədlərin cəmin bizdən soruşur. Əvvəla bilməliyik ki, x minus 3 0-dan fərqlidir. X nə ola bilməz? 3 ola bilməz. Bax, bunu yaddaşda saxlayaq. İndi rasional bərabərsizdir. Bunları həll etmək üçün nə edirəm? Baxın, hasıl kimi yazıram. Böyükdür, bərabərdir 0-dan. İndi bunları 0'a çevirən hal. 9 minus x'i 0'a çevirən hal nədir? 9. 9'dan 9 çıxanda 0 edir. X minus 3'ü 0'a çevirən hal nədir? 3. Təbii ki, 3'dən 3 çıxanda 0 eləsin. İndi bunları əla 9 üzərində qeyd edirəm.
9 ən sağda yerləşir. Bu daxildir işarəsi var çünki bərabərlik var. Amma 3 ola bilmədiyindən içərisini nə saxlayıram? Boş saxlayıram. İndi baxaq. Baş əmsalımız burada nədir? Mənfidir. Burada baş əmsalı nədir? Müsbətdir. Mənfini müsbətə vuranda nə edəcək? Mənfi edəcək. Deməli, sağ tərəfdən başlayıram. Mənfi, sonra işarə dəyişir müsbət, sonra işarə dəyişir yenə nə olacaq? Mənfi olacaq. Bizə nə istəyirdi? Sıfırdan böyüklər və bərabərlər. Hansı aralıqdır? Baxın, 3 olmaz. Çünki nə 3 olmurdu? Məxrəc 3 ola bilməz. Çünki sıfıra bölmə yoxdur. Bir də 9. Tam ədədlərin cəmini soruşur. 4 var, plus 5 var, plus 6, plus 7, plus 8, plus 9. 4 üstə 5, 9 üstə 6, 15 üstə 7, 22 üstə 8, 30 üstə 9, 39. Düz topladı 9, 15, 22, 30, bu da 9, 39. Doğru cavab neçə oldu? 39'u da C variantı. Keçdik növbəti suala. 40. sualımıza. Yenə bizə nə verib? ABCD trapesiya verib. Çəkək həmin trapesiyanı. Adlandıraq. Şəkildə nətər verib onu yazaq. A, B, C, burada olsun 1D. Trapesiyasında AB 5 cm-dir. Bax, yazıram bura AB 5 cm. Şərtdə verib. BC nə verib? BC 3 cm verib. CD 4 kökdə 2'dir. CD, bax bura. 4 kökün altında 2'dir. Bucaq D 45 dərəcə verib. Yazıram bura 45 dərəcə. AD oturacağının uzunluğunu tapın. Necə taparam mən bunu? Baxın, fikir verək bura. 2 dənə hündürlüyü var, ikisini də çəkirəm. Əgər bura 90, 45, onda bura nə olmalıdır? Bura olmalıdır 45 dərəcə. Bura 3'dürsə, onda bura da 3 olur. Eyni zamanda bura 4'dür. Burada 4 olur. Niyə? 4, 4, 4 kök altında 2. Pifagor teoreminə görə. Əgər bu hündürlük 4'dürsə, onda bu hündürlük də 4'dür. Bura H1, bura deyirəm H2. Pifagor teoreminə görə 5, 4, avtomatik bura nə qalmalıdır? 3 qalmalıdır. Vəssalam. AD oturacağın uzunluğu bərabərdir. 3 üstə 3, 6 üstə 4, nəyə? 10 santimetrə bərabərdir. Doğru cavab burada 40. sualda neçə oldu? A variantı oldu. Keçək növbəti suala, 41. sualımıza. X kub, kubda bu. Aha. Deyək ki, x kub, üstə gəlinsin. X kvadrat y, minus x minus y bölünsün. X kub minus x ifadəsini sadələşdirin. Bundan bunda bunu qruplaşdıraq, bundan da bunda bunu qruplaşdıraq. X kubdan, x kvadrat y-dən hər tərəfdən x kvadratın mötərizə xaricini çıxarda bilərəm. Çıxartdığım mötərizə xaricini oldu x plus y. Minus burada da mənfi 1'i çıxardıram mötərizə xaricinə. Nə qalar? X plus y. Buradan mənfi 1'i, buradan x kvadratın mötərizə xaricini çıxartdıq. Bölünsün x kub minus x camda hər tərəfdən x-i çıxarsam mötərizə xaricini qalar x kvadrat minus 1 şəklində. O da bərabərdir. Bunda hər tərəfindən nə çıxardım burada? X plus y-ləri çıxardım mötərizə xaricinə. Nə qaldı? X kvadrat minus 1 qalır. X kvadrat minus 1. Bölünsün x vurulsun. X kvadrat minus 1. X kvadrat minus 1'lər ixtisar gedir. Qalır x plus y bölünsün x şəklində. X plus y bölünsün x. Doğru cavab 41'də nə oldu? 41'də oldu D variantı. Keçək növbəti suala, 42. sualımıza. Deyək ki, x kvadrat, yazıram x kvadrat çıxılsın. M plus 1, x üstə gəlsin 5. Kvadrat tənliyin köklərindən biri m olarsa. Yazıram x1 bərabərdə nə olsun? M olsun. Olarsa tənliyin kiçik kökünü tapın. Bərabərdə 0 var da burada. Tənliyin köklərindən biri m'dir. Yazıram x1 üstə gəlsin x2 cəmi nəyə bərabərdir? Bunun müsbətinə m plus 1'ə. x1 vurasın x2 nəyə bərabərdir? Müsbət 5'ə bərabərdir. İndi x1 m'dirsə gətirib m'i yerinə yazaq. M vurasın x2 bərabər nə olur? 5. O zaman x2 nəyə bərabərdir? 5 bölünsün m'ə bərabərdir.
İndi x1 üstə x2. x1 nədir? M. Yazıram M. Üstə yansın. x2 nədir bəs? 5 bölünsün M. Bərabərdir M plus 1-ə. Hər tərəfin M-ə vurub sadələşdirək. Olur M kvadrat üstə yansın 5 bərabərdir. M kvadrat üstə 5 bərabərdir. M kvadrat üstə yansın M. Bu formada nə oldu bizi? Burada sadələşdi. Düz yazdıqda M kvadrat üstə yansın 5 bərabər M kvadrat üstə M. M kvadratlar getdi. M özü neçə qaldı? M özü qaldı 5. Deməli x1 5'dir. x1 özü M-ə daxır. O 5'dir. x2 bərabərdir. 5 bölünsün M-ədir. O da bərabərdir 5 bölünsün M-in yerinə 5 yazdım. 5'i 5'e bölündə qaldı 1. Köklərindən biri 5, biri 1'dir. Və burada nə soruşur? Təninin kiçik kökünü tapın. Doğru cavab 1'dir. Y variantı. Keçək növbəti suala, 43-cü sualımıza. 1 bölünsün 0 tam dövrdə 2. Üzərinə gəlsin 1 bölünsün 0 tam dövrdə 5. Bölünsün 0 tam dövrdə 7. İfadəsinin qiymətini deyir tapın. Tapaq. Atıram mötəzəni 1 bölünsün. Dövrdəki nə deməkdir? 9'a 2 deməkdir. Plus dövrdə 5 nə deməkdir? 9'a 5 deməkdir. Bölünsün. Dövrdə 7 nə deməkdir? 9'a 7 deməkdir. Yenə yazıram bərabərdir. Mötəzə atıram. 9 qalxır yuxarı. 2 məxrəzlidir. Üstə gəlin 9 qalxdı yuxarı. 5 məxrəzlidir. Bölünsün 7 bölü 9. O da bərabərdir. 2 ilə 5'ə ortaq məxrəzimiz 10'dur. 12'ə bölündə 5, 5 9'um 45 edər. Plus 12 5'ə bölündə 2 neçə elədi? 18 elədi. Bölünsün 9'a 7. İndi o da bərabərdir. Deməli 45 ilə 18'in cəmi neçə elədi? 3, 63. Bölünsün 10. Bölünsün nə var bir də? 9'a 7 var. Şimdi 63 bölünsün 10. Birinci kəsir olduğu kimi ikinci nə olacaq bunun? Tərsi vurulacaq. Bərabərdir. Bundan bir x gedir. 63'ü 7'ye bölündü. 9 qaldı. 9 9'um 81. 10'a böləndə 8 tam 10'da 1. 43-cü sual doğru cavab nədir? D variantıdır. Keçək növbəti suala, 44-cü suala. Tangens 60 bölünsün. Yazırıq tangens 60 dərəcə bölünsün sinüs 20 çıxılsın 1 bölünsün kosinus nə var? Kosinus 20 dərəcə. Deyir ifadəsinin qiymətini tapın. Yəni ki, sadə sualdır, sizə çətin gəlməsin. Niyə? İndi sinüs 20 kosinus 20'yə ortaq məxrəc nədir? Sinüsü başda yazaqda, fərqi yoxdur onsuz ona. Sinüs 20 kosinus 20 dərəcə. Sinüs 20 kosinus 20. Sinüs 20'ye bölündə qalıb kosinus 20. Tangens 60'da da kök onun altında 3'tür. Burasın kosinus ne var? 20 var. Kökün altında 6 ne yazır? Kökün altında 3'tür. Tangens 60'da. Çıxırsın. Sinüs 20 kosinus 20'ye böləndə qalır sinüs 20. Burada da yazıram sinüs 20 dərəcə. Bərabərdir. Yenə kəsr xətti çəkeyim. Buraya yazıram bax 2. Vurulsun. Bu da trigonometriden şablon suallardan biridir. Kökdə 3 bölü 2 kosinus 20. Nə dəyişdi? Heç nə. 2 ilə 2 x edəcək. Qalacaq kök altında 3 kosinus 20. Çıxılsın. 2'ni çıxarmışamsa mötəzə qalacaq. 2'də 1 yazıram sinus 20. Yenə 2'ni 2'də 1'ə vuranda 1 eləyəcək. Sinus 20'nin özü qalacaqdır. İndi burada yazıram 2'də 1 vurulsun 2. Sinus 20 kosinus 20. Yenə nə dəyişdi? Heç nə. 2'lər x-a gedir. Sinus 20 kosinus 20'nin özü qalır. Bərabərdir. Bu 2 qalxır. Bu 2'nin yanına olur 4. Kəsr xətti çəkirəm. Kök 63 bölünsün 2. Sinüs nə vaxt alır? Sinüs 60 dərəcədə alır. Burası nə var? Kosinus 20 dərəcə. Çıxırsın. 2'də 1 kosinus nə vaxt alır? Kosinus 60 dərəcədə alır. Sinüs 20. Cəm düstur yaranır. Dövcək burada. Bu 2'də 1 yuxarı qalxmışdı. 2 sinüs 20 kosinus 20 nə verəcək bizə? Sinüs 40 dərəcəni verəcək. Sinüs 2 alfa kimi baxaq. Evet, sinüs 2 sinüs alfa kosinus alfa kimi. O da bərabərdir. Yenə 4 qaldı.
Sinüs 60 kosinüs 20 kosinüs 60 sinüs 20. Bax bu demək deyil. Sinüs 60 minus 20 dərəcə. Bölünsün nə var bir də? Sinüs 40 dərəcə. 4 vurasın. 60'dan 20 çıxdım. Qalır sinüs 40. Bölünsün bir də nə var? Sinüs 40. Bunlar getdi. 7-dən bir dənə nə qaldı? Bax bir dənə 4 qaldı. 44-cü sualda doğru cavab nədir? 4'dür. Keçək 45-ci sualımıza. Deməli, A çoxluğu verib bizə yazaq ilk öncə çoxluğumuzu. 3, 5, 6, 3, 5, 6, 7, 9, bir də 10. Çoxluğunun 2 elementli alt çoxluqların sayı əvvəla 2 elementli. 2 elementli alt çoxluqları. Neçədə nə var burada? Çoxluğun elementləri. 1, 2, 3, 4, 5, 6 dənə. 2 elementli alt çoxluğun kombinizon 6 elementdən 2'ni seçərəm. Bərabərdir. 6 faktorial bölünsün 4 faktorial 2 faktorial. Kombinizon hesablama qaydasında. 6 faktorial 4 faktorial x-a getsə burada qalır 5 vur 6 böl 2 bərabərdir 5 6 32'ye bölündə neçə elədi? 15. Burada qaldı neçə? 15. İndi sonra nədir? 2 elementli alt çoxluqların sayı 3 elementli alt çoxluqların sayının neçə faizdir? 3 elementlini tapaq. 3 elementli. 3 elementli nədir? Kombinizon 6 elementdən 3'ün seçərəm. 3 elementli alt çoxluqlarına baxarım. Belə deyək. Bu dedir 6 faktorial bölünsün 3 faktorial vurasın 3 faktorial. 3 faktorial 6 faktorial x eləsəm qalır 4 vur 5 vur 6. 3 faktorial özü də 6 demədir. 6'lar getdi 4 5'in neçə qalır? 20 qalır. Deyir 2 elementlər 3 elementlərin neçə faizidir? 2 elementlərin sayı neçədir? 15'dir. 3 elementlərin sayı neçədir? 20'dir. Neçə faizini tapmaq üçün 100%'ə vuraram. Bundan bu x-a getdi 1 qaldı. 5 qaldı. 5'i 15'e vuramında 50, 25, 75 faizidir. Bax doğru cavabımız budur. Keçək növbəti suala. 46-cı suala. Deməli 46-cı sualda ABC'də 4 bucaqlısının xaricinə çeviri çəkilmişdir. Bucaq A, bucaq D fərqini deyir tapın. Əvvəla fikir verin bura. Necə taparam? 4 bucaqlının xaricinə çeviri çəkilibsə, bax bununla bunun cəmi neçə olmalıdır? Qarşı bucaqlar, bir-birinə baxan bucaqların cəmi 180 olmalıdır. İndi 85'i buradadırsa, bura neçə qalmalıdır? 95 dərəcəsi bura qalmalıdır. 65'i buradadırsa, onda bura neçə qalır? 180 olması üçün 115 dərəcə qalardı. İndi bucaq A nə oldu? Bucaq A oldu 115 dərəcə. Bucaq D nə oldu? Bucaq D oldu 95 dərəcə. İndi bizə nə soruşur? Bucaq A çıx bucaq D-nə. Bucaq A 115'dir. Bucaq D nədir? 95'dir. Çıxanda neçə qalır? 20 dərəcə qalır. Doğru cavabımız neçədir? 20 dərəcə. 46 belə getdi. Keçək növbəti suala neçəyə? 47-yə. Deməli deyək ki, loqaritm yazıram. Loqaritm kökün altında 2 əsasdan x. Sonra plus loqaritm 2 əsasdan x plus 2 vurasın loqaritm 4 əsasdan x. Burada bərabərdir, tam düşməyib. Bərabərdir neçə verib? 32. Tənliyinidir, həll edin. Loqaritmin belə yazaqdır. Bax yazıram loqaritm. 2'ni nə yazıram? 2 üstündə 2'də 1 kimi, x üstündə 1 kimi. Üstə yansın. Loqaritm 2 əsasdan x. Üstə gəlinsin. 2 vurulsun. Yazıram 2 vurulsun. Loqaritma 4'ün nəyin kvadratı? 2'nin kvadratı. Vurulsun x üstündə 1. O nəyə bərabərdir? O da bərabərdir 32'yə. İndi 1 bölünsün 2'də 1 nə edir? 2. Keçir loqaritmanın qabağına 2 olur. Loqaritma 2 əsasdan x. Üstə yansın. Loqaritma 2 əsasdan x. 1 böl 2 keçdi qabağa. Yazıram 2 vurulsun 1 böl 2. Loqaritma 2 əsasdan x. Nəyə bərabər olur? 32'yə bərabərdir. İndi 2'ni 2'də 1'ə vuran nə edir? 1 edir. Yəni ki, bunu mən nə edə bilərəm? Silə bilərəm. Bunların da qabağında 1 olur. Yazılmır da. 2 loqaritm 2 üstə 1, 3 üstə 1, 4 dənə. Loqaritma 2 əsasdan x var.
O da nəyə bərabərdir? 32. 32-ni 4-ə böləndə loqaritma. İşə səslən x 32-ni 4-ə böldü neçə qaldı? 8. İndi x nəyə bərabərdir? Burada x bərabərdir. 2 üstündə neçə olmalıdır? 8 olmalıdır. Doğru cavab da 2 üstündə 8'dir. 2 üstü 5 32'dir. 2 üstü 6 64. 2 üstü 7 128 256 ileride. X bərabərdir 256. Keçək növbəti suala. Neçənci sual gəlir? 48-ci sualımız. Deyir ki, tərəflərinin uzunluqları tam ədədlər olan ABCD və MNKD kvadratları üçün iştiraklanmış hissənin sahəsi 23 olarsa, MNKD kvadratının perimetrini tapın. Baxaq. Bura mən bir x desəm, bura x desəm. Bura nə deyərəm? Bir y deyərəm. O zaman mən bu iştiraklanmış hissə. Gəlin S ABCD nəyə bərabərdir? ABCD bərabərdir. X demişəm tərəfində bütün tərəfi bunların x-dırsa nə olacaq? X kvadrat olacaq. Sonra S hansı kvadrat? MNKD. Yazıram MNKD. Tərəfinə y demişəmsə, çünki bu x belə də x bütövdür burada. Bax y buradır. Burada y-dir. Burada y-dir. Bura bütöv x-dir. Bura bütöv x-dir. Aha. Kiçik kvadratın sahəsinin neçə oldu? Y kvadrat oldu. İndi bunların iştiraklanmış hissənin sahəsi yazıram. S ştrix nəyə bərabərdir? 23-ə. Tərəflərin uzunluqları nədir? Tam ədədlərdir. Aha, lap yaxşı. İştiraklanmış hissənin sahəsi 23-dürsə, bütöv kvadratın sahəsindən, yəni ki, S ABCD-dən yazıram S ABCD çıxsam nəyi? S, M, N, K, D-nə. Nə bərabər olar? Bax, bu 23-ə bərabər olar. Yəni ki, bütöv, belə deyək də, bütöv, bax, bu kvadratın sahəsindən, bu kiçik kvadratın sahəsini çıxsa, fikir verin, bax, bu iştiraklanmış hissənin nəyə qalar? Sahəsi qalar. Bizə şərtdə bunu deyirdi. İndi ABCD-nin sahəsi nədir? X kvadratdır. Çıxırsın. MNKD-nin sahəsi nədir? Y kvadratdır. Bərabər nədir? 23-ə. İndi müxtəsər bir modüsünə görə x çıx y olur, x plus y olur. Bərabərdir. 23-ü nətər yazmaq olar? 1 vuraq 23 kimi. Bizə şərtdə deyir axı tam ədədlər olsun. Tam ədədlər isə x çıx y fərqi nəyə bərabər olar? 1-ə bərabər olar. X plus y fərqi cəmi nəyə bərabər olar? 23'ə bərabər olar. İndi bildinizsə nəyə görə 1 və 23 hasil kimi yazdım. Fərq 23'dür, cəm fərq 1'dir, cəm 23'ə. Tərəf-tərəfə toplasaq 2x bərabərdir 1 plus 23 neçə edər? 24. X bərabərdir 24'ü 2'yə bölərəm neçə qalar? 12. Əgər x 12'dirsə, y neçə olar? Y 11 olar da. Çünki 1-dən 12'nin çıxanda nə qalar? Və 23'dən 12'ni çıxıram. X 12'dir. 12 üstə y bərabərdir 23 yazar. 12 üstə y bərabərdir 23 olsa, y bərabərdir 23'dən nəyə çıxıram? 12'ni. Y də burada bərabər olur. Neçəyə? 11'ə bərabərdir. İndi bizdən MNKD kvadratının perimetrini soruşurdu. P, M, N, K, D bərabərdir. Bunun perimetri Y. Nəyə bərabərdir? 4 dənə Y. 4 vuraq. Y neçə tapdıq? Y tapdıq 11. Yazıram 4 vuraq 11 bərabərdir neçəyə? 44'ə. Doğru cavab burada neçə oldu? 44 santimetr oldu. Keçək növbəti suala. 49-cu sual gəlir də. Necə 49-a? Bayram üçün hazırlanmış hədiyyə qutularının 5'də 2 hissəsi hər gün 40 qutu. 5'də 2 hissəsi yazıram. Bax ki, x qutu var. Bax, x qutu var. X qutudan 5'də 2 hissəsi. Yəni ki, 5'də 2x hissə. 5'də 2x qutu. Hər gün 40 qutu. Qalan hissəsi isə, qalan hissə 5'də 2'si gedibsə, nə qalıb? 5'də 3'ü x.
Qalan bax budur. Hər gün 50 qutu paylamaqla 44 günə bitirilməlidir. Neçə günə bitirilməlidir bunlar? 44 günə cəmi bitməlidir. Aha. Gəlin deyək, günlərin sayını tapaq. Məsələn, bu ümumidə 44 gündür. 44 gündür. Mən belə deyim də, hər gün 40 qutu eləyirəmsə, qalan isə 50 qutu 40 qutu paylayıramsa, bunu bölərəm nəyə? 40-a. Bu günün sayıdır. Günlərin sayını eləyəcəm, toplayacam. Onda bunu da nəyə bölərəm? Hər gün 50 qutu var da. Bunu da bölərəm 50-yə hissəni. Və günlərin sayını tapıram. Günlərin cəmi də bu 44 gün eləməli idi. Bax, ona görə cəmi yazsam bərabər nə olar? 44 günə. İndi 40 düşür məxrəcə, olur 2 qız bölünsün. 5-i 40-a vuranda neçə elədi? 200. Üstə gəlinsin. 50 düşdü məxrəcə, 3 qız bölünsün. Yəni ki, birinci kəsir olduğu kimi qalır, ikinci tərsinə vurulur da. 40-da 1 olur, 5-ə vururam. 3 qız 50-ni 5-ə vuranda neçə eləyəcək? 250 edər. İndi bunların cəmində neçə gün verilmişdi bizə? Bunların cəmində 44 gün verilmişdi. İndi bu tənliyi neynəyək? Bu tənliyi həll edək. 2 ilə 200 apararam, burada qalar 100. Yəni ki, x bölünsün 100. Üstə yansın, 3x bölünsün 250, bərabər nə olar? 44. 100 ilə 250-yə ortaq məxrəcimiz nə olar? 500 götürək də daha rahat olsun bizə. 500. 500-ü 100-ə bölündə qalır 5. 5-i x-a vuranda olur 5x, üstə yansın. 500-ü 250-yə bölündə qalır 2. 3x-a vuranda neçə edir? 6x. O da bərabər nə olur? 44-ə. 5x plus 6x neçə edir? 11x bölünsün 500 bərabərdir 44-ə. 44 ilə 11 gedər, burada qalır 1, burada qalır 4. X bərabərdir. Tənasibin xassəsində məxrəc 1-dir. 500-ü nəyə vuracam? 500-ü vuracam 4-ə. X də bərabərdir 20, 0, 0. Yəni ki, 2000 dənə qutu var. Hədiyyə üçün hazırlamış qutuların ümumi sayını tapın. Doğru cavab neçə olar? Yazıram. Cavab 1, 2, 3 dənə. 2000 olar. Keçək növbəti suala. Növbəti sualına gəlir. 49-u yazdıq. 50-ci sual. ABC-də rombunda. Gəlin birinci rombu çəkəyin. Verilənləri yazaq. Bura olsun A. Bura olsun B, bura olsun C, bura olsun D. ABC rombunda Aİ. Bax, buradan nə verib bizə? Bir hündürlük verib. Bunda da bu C-ni birləşdirib. Aha. Bura M-dir. Sonra da başqa nəsə verib? Yox. Aha. Burada M verib də. Bunu da qeyd edək. ABC rombunda AM BM-ə bərabərdir. AM BM-ə bərabərdir. Deyir, bununla bura bir-birinə bərabərdir. MN AD-yə perpendikulyardır. MN AD-yə perpendikulyardır. Bunu da yazıq. AN 2-dir. Yazıram bura 2. ND 6-dır. Bura 6-dırsa rombun tərəfi nə olur? Hamısı nə olacaq? 8, 8. Sonra 8 isə onda bu tərəfdə 8 olur. Hər birinə nə düşür? Burada 4 düşəcək, burada 4 düşəcək. Çünki bizə demişdi axı, AM ilə MB bir-birinə nədir? Bərabərdir. BM bir-birinə bərabərdir. İndi bizə nə soruşur? CM parçasının uzunluğu. Bax, bu CM. Bura 1x deyirəm. İndi necə deyək buna? Ona baxaq. Fikir verək bura. Aha. Bax, 4 var, 2 var. Deməli, bura 30 dərəcə olsun ki, 30 dərəcəli bucağın qabağındakı, bax fikir verin, 30 dərəcəli bucağın qabağındakı katet hipotenuzun yarısı olsun. 4 olubsa, bunun yarısı 30'un qabağında yarısı 2 olar da, 4'ün yarısı 2 olar. Onda bura neçə olar? Bura avtomatik 60'dır. Bunu da yazacaq. Daha sonra 60 desə, daxili bir tərəfli bucağı bura neçə olacaq? Bax, bura olacaq avtomatik neçə? 120 dərəcə olacaq. İndi bunu kosinüslərini eləyək də. MBC3 bucağında. Bax, MBC3 bucağına kosinuslar teoremini tətbiq edək. Yəni, x-in kvadratı bərabər olacaq.
X kvadrat bərabərdir. 4'ün kvadratı plus 8'in kvadratı plus yox artıq minus 2 vurulsun 4 vurulsun 8 vurulsun. Onlar arasında qalan bucaq kosinüs hasilə. Kosinüs 120'yə. İndi yazıram. X kvadrat bərabərdir. 4'ün kvadratı 16'dır. Plus bu da neçədir? 64. Çıxılsın 2 vurulsun 4 vurulsun 8. Kosinüs 120 dərəcədə mənfi 2'də 1 deməkdir. Mənfi ilə mənfi müsbət edəcək. Buranı yazın müsbət. Bu 2 ilə bu 2 ixtisar edəcəkdir. Qalacaq 4 8'im neçə? 32. Bax bunu da yerine birbaşa ne yazıram? 32 yazıram. Buradan da yazıram. Birə sadələşdirdə 16'ın çıxardan mötərizə xaricində ən yaxşısı. 16'ın çıxardan qalır 1 plus. Çünki kök almaqdan ötürü. 16'ını çıxartdım 4 qaldı. 16'ını çıxartdım burada neçə qaldı? 2 qaldı. O da bərabərdir 16 vurulsun 4 üstə 1 5 3 üstə 2 7. Bax belə olacaq. X də bərabərdir kökün altında 16 vur 7'dir. 16'dan nə çıxar? 16'dan 4 çıxar qalar 7'də kökün altında. Yəni ki doğru cavab neçə oldu? 4 kökün altında 7. Yazaq burada cavab 4 kökün altında 7. Neçənci sual oldu bu? 50-ci sualımız. 4 kök altında 7 cavabımızdır. Keçək növbəti suala. 51-ci suala. Deməli 51. 2x plus 3. Yazıram 2x plus 3. Böyükdür bərabərdir m. 2x minus 4. Kiçikdir bərabərdir n. Bərabərsizliklər sisteminin yeganə həlli olarsa m çıx n fərqini tapın. Aha. M çıx n fərqini bizdən soruşur. Deyir bunun yeganə həlli olsun. Əvvəla biz bərabərsizlikləri bir-bir həll edək. Yazıram buradan 2x plus 3 böyükdür bərabərdir m. Buradan yazıram 2x minus 4 kiçikdir bərabərdir n. 3'ü attım sağ tərəfə. Olur 2x böyükdür bərabərdir m minus 3. X'i tapmaqdan öncə x böyükdür bərabərdir m minus 3 bölünsün 2'yə. İndi buradan da 4 attım sağ tərəfə. 2x kiçikdir bərabərdir n plus 4 olur. X da kiçikdir bərabərdir m plus 4 bölünsün 2. Biri m minus 3 bölü 2'den böyük bərabərdir. Biri n plus 4 bölünsündən kiçik bərabərdir. X'ların özü. O zaman burada yeganə həlli olması üçün bax yazını saxlayın. Bir dənə ədəd ödəməlidir burada. Hər ikisində bir dənə ədəd ödəməlidir ki, bunun yeganə həlli olsun. O zaman bax bunlar bir-birinə nə olmalıdır? Mütləq və mütləq bərabər olmalıdır. Yazıram bax m plus m minus 3 bölünsün 2 bərabər olmalıdır. M plus 4 bölünsün 2. Onda burada nə olsun deyir? Yeganə həlli olsun. İkilər burada ixtisar getdi, qalır. M minus 3 bərabərdir m plus 4'ə. İndi bizə nə soruşurdu deyə tapın? M minusu. Yanında n'i attım sol tərəfə. Olur m minus m bərabərdir 4. Mənfi 3 atdıq sağ tərəfə 4 plus 3. Yəni ki nə oldu? Cavab 7. M minus m fərqi 7'dir. Yazıram burada cavab 7. 51 belə yazdı. Keçək neçəyə? 52-ci suala. Bunu düz yazaq. 52-ci sual. Deməli çevrə ABC bərabər tərəfli üçbucağın AB tərəfinə, ABC bərabər tərəfli üçbucağın AB tərəfinə D nöqtəsində toxunub. Aha, bax burada toxunma nöqtəsi D nöqtəsidir. D nöqtəsində toxunub C təpə nöqtəsindən keçir. Aha, bax buradan keçir. B'ye 4'tür. Bax yazıram burada 4 cm 4 verib də və y'si 5'tir. Bax burada olub neçə? 5. Olarsa AD parçasının uzunluğu. Bax bizə nə istəyir? Bizdən bu ikisi istəyir. Əvvəla buna baxaq. Bura mən bir A desəm. 4 plus 5. 9 isə ümumi aşağıda 9'da. Yəni ki AC ilə 9'da. Çünki bərabər tərəfli üçbucaq verib. İlk öncə nə edərəm? Çevrəyə toxunan bir də kəsən varsa, DB toxunan da kəsən nədir? BC'dir. O zaman bax çevrədə belə bir düstur var da. Mütənasib parçaları. DB'nin kvadratı bərabər olar. BY vurulsun. Baxın B
Yazaq BY vurulsun BS'yə. Bunun bütövünə. İndi BD'yə, DB'yə də yəni ki, nə demiş ki, A. A'nın nə olur? Kvadratı. Bərabərdir. BY. BY hanı 4. Vurulsun BS hanı. Bəs BS bütövlükdə neçə verilmişdi bizə? 9. Yazıram bura 9. A bərabərdir. 4, 9'un 36. 36'dan nə çıxar? Kök 6. Deməli A oldu neçə? A 6'dır. Ax bura cəmi 9 verilmişdi. 4 ilə 5 verib də bizə. Cəmi 9'dırsa bizdən AD parçasını uzunluqdur. Bütöv 9'dur. Bura 6'dırsa X-a nə qədər qalmalıdır avtomatik? X-a 3 qalmalıdır. Deməli burada cavab yazırıq. Cavab 3. Keçək növbəti suala. 53-cü suala. Aşağıdan yazaq. 53. Deməli fx funksiyası verib bizə fx bərabərdir. X kvadrat minus a plus 1 x. Üstə yansın a minus 4. Funksiyasının qrafiki apsis oxunu a və b. Ordinat oxunu c nöqtəsində kəsir. Əvvəla koordinat sistemini burada çəkək. Bura bir y deyirəm. Bura bir nə deyirəm? X deyirəm. Apsis oxunu a və b. Ordinat oxunu c nöqtəsində kəssin. Və kəsir. A nöqtəsi 2, 0 olarsa B və C nöqtələrin apsisləri cəmini tapın. B və C-nin apsisləri cəmi bizdən soruşulur. Yaxşı, indi bunu tapmaq üçün nə edirəm? Burada da verib A nöqtəsi 2-yə 0 nöqtəsini kəsir. A nöqtəsi bura x-dır. Bura y kimi baxa bilərəm. Yəni ki, y-ə 0 qiymətini versəm, o zaman nə olar? X kvadrat minus a plus 1 x üstə yansın a minus 4 bərabərdir 0 olar. Gəlin x-a 2 qiymətini verəyim. X-a 2 qiymətini verdim nə olur? Bura olur 4 minus 2 vurulsun a plus 1 üstə yansın a minus 4 bərabərdir nə oldu? 0 oldu. 4 çıxılsın. Sadələşdirək. 2a minus 2 üstə a minus 4 bərabər nə oldu? Bərabər oldu 0-a. Çıx 2a minus 2 üstə a minus 4 bərabərdə 0. 4'lər burada getdi. Mənfi 2a üstə a nə edir? Mənfi a edir. Bərabərdir 2-ni atdıq sağ tərəfə olur müsbət 2. A oldu neçə? A oldu mənfi 2. İndi a-nı mənfi 2 tapmışamsa gətirib funksiyada yerinə yazaq. Yazıram fx bərabərdir. A mənfi 2'dir. Yazıram x kvadrat. Fikir verin bura. Mənfi 2 yazsam bura. Mənfi 2 üstə 1. Mənfi 1 bu mənfi ilə nə edir? Müsbət edir. Plus x. A mənfi 2'dir. Mənfi 2 çıx 4. Bax bura mənfi 2 çıx 4 neçədir? Mənfi 6. Funksiyanın qrafiki bax bu şəkildədir. A-sı müsbətdir. Və diskriminant da müsbət olduğuna görə iki müxtəlif nəyə var? Kökü var. İndi buradan köklər nədir? Bəs köklər biri cəmi mənfi 1 eləsin köklərin cəmi. Hasılı mənfi 6 eləsin. Mənfi 3 və 2 kimi yazmaq olar. İndi funksiyanın qrafiki. Baxdaq ki, bizə nə deyir? Ordinat oxunu C nöqtəsini keçir. B və C nöqtələrinin koordinatları cəmini. Funksiyanın qrafiki apsis oxunu A və B nöqtələrində. Ordinat oxunu isə C nöqtəsində keçir. Deməli, tənlin köklərdən biri nə oldu? Tənlin köklərdən biri mənfi 3. Bir də nə oldu? Müsbət 2 oldu. İndi burada funksiyanın qrafiki necə ola bilər? Funksiyanın qrafiki deyir ki, apsis oxunu harada kəsdi? Apsis oxunu A və B-də kəsdi. Deməli, bax, bu qrafik təxminən belə bir şeydir. Fikir verək bura. A nöqtəsində kəsib. Hansı nöqtədə A nöqtəsi? 2-yə 0 nöqtəsi. Yaxşı, B nöqtəsində kəsib. Mənfi 3-ə 0 nöqtəsi. Bax, fikir verin bura. Burada olsun bir B nöqtəsi. Mənfi 3-ə 0 nöqtəsi. Və ordinat oxunu C-də kəsir. Ordinat oxunu C-də kəsmək nə deməkdir? X-a 0 qiymətini verirəm. Yəni ki, F0 ordinat oxunu kəsmək deməkdir. 0 üstə 0 çıx 6. Neçə oldu? Ordinat oxunu deməli mənfi 6-da kəsir. Bax, burada ordinat oxunu kəsdiyi nöqtə olsun. Bunu da bax, buradan yazıram. C nöqtəsi mənfi 0-a mənfi 6 nöqtəsi. 0-a mənfi 6 nöqtəsi. Çünki birinci x gəlir, sonra y gəlir də.
Aha. B və C nöqtələrin absisləri cəmi. B nöqtəsinin koordinatı nə oldu? -3, 0. C nöqtəsinin koordinatları nə oldu? 0-a -6. Absisləri biri -3'dür, biri 0'dır. -3 üstə yansın 0, yenə cavab neçə edər? -3 edər. Absislər cəmdə nə oldu? -3. Doğru cavab yazırıq. Cavab -3. Keçdik növbəti suala. Neçə gəlir? 54-cü suala. Deməli 54-cü sualda bizə deyir ki, A nöqtəsi -1, 4. Yazıram. A nöqtəsi -1'ə 4. B nöqtəsi 2'yə 3. Yazıram. 2'yə 3. Bir də C nöqtəsi verib 5'ə -6. Yazıram. 5 -6. Deyir AB və AC, yazıram. AB vektordur və AC də vektordur. Vektorların skalyar hasilini tapın. Bu da çox sadə bir sualdır. AB vektorunun özünü tapaq. Bu nə deməkdir? B vektorunun uyğun koordinatlarını A vektorunun uyğun koordinatlarını çıxıraq. B vektorunun koordinatları hansılardır? Bax bu 2. 2 çıx -1 neçə edir? Müsbət 3. 3 çıx 4 neçə edir? -1. İndi AC'yə baxıram. AC vektoru bərabərdir. C hanı? Buradadır. A da buradadır. 5 çıxılsın -1 neçə eləyəcək? 5 çıxaq var. Orada da bir mənfi var da. Bunlar müsbət edir. Müsbət 6. -6 çıx 4. C'dən A'nı çıxırdı. -6 çıx 4 neçə edir? -10. İndi bunların skalar hasılı. Skalar hasılı da nə var adam? AB vurulsun AC. Bərabərdir. 3'ü 6'ya vururam. 18. Üstə gəlinsin. -1'i -10'a vuraram. Müsbət 10 edir. Bunu da toplayınca neçə edəcək? 28. -, müsbət 10 edir. Bu da 18 edir. Bəli, səhv eləmədik. Cavab yazıram neçə? 28. 54-cü sual idi. Keçək növbəti suala. 55-ci suallara. 55-ci sualda son sualımızdır. Biraz səliqəli yazaq 55'e. Bütün hədləri müsbət olan ədədi silsilənin ilk 3 ardıcıl həddi verib x kvadrat -1 və biraz hərdən qələm yazmır. 3x + 4 olarsa silsilə fərqini tapın. Bunlar ədədi silsilə təşkil edirsə və ardıcıl 3 həddidirsə və bütün hədləri müsbətdirsə, o zaman silsilə fərqi nəyə bərabərdir? X kvadrat yazıram. X kvadrat -1. X-i çıxsam, bu silsilə fərqidir. Yəni ki, D-dir. Bərabər olar. 3x + 4'dən çıxsam, x kvadrat -1'i bu da silsilə fərqidir. Yəni ki, ikincidən birincini çıxsam, üçüncüdən ikinci çıxsam, silsilə fərqlər bir-birinə nədir? Bərabərdir. Bizə nə deyir tap? Silsilə fərqini tap. Aha, baxaq indi. Yazıram x kvadrat -1 - x. Sonra bərabərdir 3x + 4 çıx x kvadrat + 1. İndi atdım sağ tərəfə bunu. X kvadrat üstə x kvadrat nə eləyəcək? 2x'in kvadratı. Sonra -2 çıx 3x -4x. Daha sonra 4 üstə 1 5 var. -1 çıx 5 -6. Bərabər olur 0'a. Hər tərəfin 2'yə bölək. X kvadrat -2x -3 bərabər olsun 0'a. Köklər cəmi müsbət 2 eləsin, hasili -3. Deməli 3 və -1 ədədlərdir də bunlar. Deməli x1 bərabərdir 3 olar, x2 bərabərdir -1 olar. Köklərin cəmi 2'dir. Hasildə -3'dür də. Bu doğrudur. İndi biz burada nə götürəcəyik? Deyir, bütün hədləri müsbət olan. Birinci hədd x-dan başlayıbsa bu müsbətdir. Deməli burada x-i 3 götürəcəyik. Və deyir ki, silsilə fərqini tap. Deməli birinci 3'dən başlayır. Sonra
3'ün kvadratı 9 çıx 1 neçə eləyəcək? 8 eləyəcək. Daha sonra onsuz 5 5 artdı. 3 üçün 9 üstə 4 13. 8-dən 3 çıxıram. Silsilə fərqi nədir? 5. 13-dən 8 çıxanda da cavab 5 eləməli idi. Elədi. Aha. Bu da bizim neçənci sualımız idi? 55 də cavab silsilə fərqi 5'dir.